Salam uşaqlar, bir daha axşamınız xeyir. 12-ci unitin ikinci hissəsini çəkirik. Birinci hissədə dedik ki, bir tapşırıq əsasında 5, bir mətn əsasında 5 test işləyirik biz. İkinci hissəmizdə isə 3 kiçik mətnlərimiz var, hansı ki, onların əsasında biz çalışma işləyəcəyik. Daha öncə də qeyd etdiyim kimi, burada sizin üçün ən önəmli olan şey tərcümədir. Bütün sözləri bilmənizə gərək yoxdur. Amma oxuduğunuzu anlamağınıza yetəcək qədər siz kifayət qədər söz bilməlisiniz. Bilmədiyinizi isə, məsəl üçün, project atıram. Artıq onu kontekstdən tutmalısınız və yaxud da o qədər sizə aydın olur ki, artıq hər hansı bir sözü bilməməyinizin önəmi qalmır. Ümumi konteksti başa düşürsünüz. Dear members of our school, are you interested in plants and gardening? Əziz məktəbimizin üzvləri, siz bitkilər və bağçılıq haqqında maraqlanırsınızmı? Join us in the gardening club. You don't need to be an expert. All levels are welcome. Sizi deməli bağ klubuna dəvət edir. Qoşulmaq üçün ekspert olmanıza gərək yoxdur. Bütün səviyyələri qəbul edirlər. We meet every Wednesday at 4 p.m. to share tips and works on our project together from Mrs. Rodriguez. Deməli, hər çərşənbə günü saat 4-də görüşürlər. Önəmli olanların altına xətt çəkdim ki, mənə testdə kömək olsun. The gardening club has meetings every Saturday morning. Hər şənbə səhər görüşürlər. Yox, hər çərşənbə 4-də görüşürlər. Bu səhvdir. Participants in the gardening club must have at least 5 years of experience. 5 illik təcrübə istəyirmi? Yox, istəmir. Deyir ki, bütün levellər gələ bilər. The club is planning trip to a garden next month. Klub gələn ay bağa trip planlaşdırır. Bu barədə heç bir informasiya verməmişdir tekstdə. Those who are new to gardening are especially invited to join. Yeni olanlar daha çox xüsusilə dəvət edilir. Xeyr, demişdi ki, bütün səviyyələr qəbulumuzdur. Any member at school is allowed to be a part of the gardening club. Yes. Məktəbin istənilən üzvü qoşula bilər. Dear Sarah, you know the holiday season is approaching. Our center offers a special package including a massage and access to sauna. Buy one for yourself and get a second one for a friend at half price. From Lisa. Deməli, Saraya tətil sezonu paketi təklif edirlər, hansı ki, burada masaj var, saunaya giriş var, bir dənəsini özü üçün alır, yarı qiymətinə də dostuna gəlir. Sarah is offered a holiday season package. Bəli, Saraya holiday sezon paketi verilibdir. Sarah təklif edilib. Sarah can get the second package free for a friend. Not free, but at half price. Sarah dostu üçün pulsuz yox, yarı qiymətinə paketi ala bilər ikincini. Lisa is offering a yoga class. Yogadan söhbət getmir. Sarah works at the center and manages invitations. Yox, Lisa burada işləyir, Sarah işləmir. Sauna is not included in the package. No, sauna is included in the package. Sauna paketə daxil edir. Dear Emily, as the academic year ends, don't forget to return your library books. Remember, your responsibility for returning the books will help other students too. Warm regards, Professor Davis. Deməli, Emily'yə bildiriş göndərirlər ki, akademik il sona çatdığı, yəni dərs ili sona çatdığı üçün kitabxanadan aldığı kitabları qaytarsın və xatırlasın ki, onun bu məsuliyyəti digər uşaqlarda kömək edəcək. Yəni, bu qaytaracaq, o bir uşaqlar götürüb oxuyacaq. Professor Davis göndərir bu xəbərdarlığı. Emily is responsible for managing the library's book collection. Emily kitabın bu kolleksiyası üçün, yəni onu idarə etmək üçün məsuliyyət daşımır. Emily can keep the library books as much as she wants. No, Emily kitabları istədiyi qədər saxlaya bilməz. Dərsinin sonunda qaytarmalıdır. Professor Davis is planning to borrow books from the library.
Professor Davisin kitabxanadan borc kitab alması barədə heç bir məlumat yoxdur. Emily is reminded to return her library books. Bəli, Emily'yə kitabları qaytarmağı xatırladırlar. Emily needs to lend her books. No. Burada deyir ki, Emily pul qazanmaq üçün öz kitablarını borc verməlidir. Belə bir informasiya yoxdur.